təhsillə qayd edirəm, bəzilərin yox. Aha, belə Aytən müəllimə yolunuz açıq olsun. Aygün müəlliməni də görürəm burada. Aygün müəllimə. Müəllimə aksiya girib gəlir də müəllim bizim vətənimizə. Aha, bəli, bəli. Vakansiyanın olmadığından siz tərəfə keçid edeyim. Siz tərəfə keçid edeyim. Aygün müəllimə, atın səsi. Müəllimə, necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun, hamını salamlayıram, hamıya uğurlar arzulayıram. Aha, çox sağ olun. Belə deyək də, bu Aygün müəllimə təqdim edək də bir daha. Qrupun ən yüksək balı. Düzdür, 40-a 44 müdavimdə var. Amma kurikulumdan bir yerdə ən yüksək bal bu ilimizin rekordu Aygün müəllimədə oldu. 95 bal. Hə? Təbrik edirik bir daha. Dərslərə qoşulan yanındadır da. İnşallah bu ilki nəticələriniz daha yüksək olar. Amin, inşallah, inşallah. Mənə deyin görüm, yadınızdadır da o mesaj yazmışdınız. Sizin dərsə qoşulanda neçə bal yazmışdınız mənə? O gün paylaşmışdım. 85 bal hədəfləmişdim. Amma sonra dedim ki, yox, sizə qoşulanda 85 hədəfləmişdim. Amma qoşulandan sonra 95 istədim. Ay, Elə 95 də topladım. Tam da 95 oldu. 40-a 40 ixtisas oldu həqiqətən. Nə bilim, nə deyək, nəticələr öz sözünü deyək. Əziyyətiniz bitməz müəllim. Özünüz bilirsiniz ki, mən dərslərə qoşula bilmirdim də. Amma verdiyiniz dərslərin hamısını birə-bir eləyirdim. Hələ sınaqları 2-3 dəfə təkrar işləyirdim. Yəni, gördükdə bu il sizin sınaqlarınızdan düşdü demək olar ki. Sınaqlarımız öz sözündə idi. Sınaqlarda çox həyəcan tuturdu. Deyirdi, elə bilir ki, miqdəyəm. Həqiqətən də getdiniz belə. Migin aldıma baxın. Amma müəllimə, yəni sınaqları da işlədim. Mən bu sınaqları mükəmməl işlədim deyə özünə də güvənmək lazım deyil. Təkrar oxumaq lazımdır. Sınaqlardakı səhvləri düzəldərək oxumaq lazımdır. Mən özüm elə eləyə bu qədər balı toplaya bildim. Yoxsa yəni özünə güvənib oturmaq olmaz. Olmaz. Bax, mən hər dəfə deyirəm, elə müdavim olur ki, məsələn, ta ki, bu il mənimlə hazırlaşıb, məsələn, ixtisası yaxşı yazıb. İndi ümumi bal kurikulumda və hətta ki, ola bilər ixtisasdan bir-ikisinə də ehtiyacı var imiş. Ümumi bal zəif olub, ta ki, qəbul ola bilməyib, hə? Növbəti gələndə deyir ki, müəllimə, onsa mənim bazam var da. Deyirəm ki, bu bazaya güvənməyin. Kim güvənir? Keçən il o insan bu günü oxuyur, sabah bir də görsən o məlumat yaddan çıxa bilir. Bugün yediyimiz sabah yaddan çıxır. Ona görə təkrar olunmayan mövzular yaddan çıxır. Bəzən müdavimlərimizdə bu yanlışlıq olur. İndi növbəti üçün hazırlaşanlar üçün də bir istimarcı olsun ki, heç kim bazasına arxain olmasın. O arxainlik insanı çöpdürür. Gərək arxain olmayaq. Bir də müəllimə, bizim ixtisasda belə bir şey var ki, yəni elə ixtisaslar var ki, 30 düz yazanda onlar ona bəs eləyirdi. Amma bizim ixtisas elədi ki, yəni 38, 39, 40 mütləq yazmaq lazımdır. Məsələn, mən özüm hazırlaşanda 35 yazmışdım, amma dedim ki, yox da, bu mənim hazırlaşmağımdan olan bir şey deyil. Mənə bir dəstək lazımdır. Ona görə mən sizə qoşuldum. Yəni sizin də dəstəyinizlə bu qədər topladım. Yəni özüm oxusaydım, heç vaxt oxuya bilməzdim məncə o qədər. Yaza bilməzdim. Təbii ki. Müəllimə, olar bir dəqiqə. Bəli. Təbrik edirəm. Müəllimə, daimiləşmisiniz? Aygün müəllimə. Bəli, daimiləşmişəm. Çox şükür. Neçə saatdır? Bari dəyərmi? Əslində 25 saata düşmüşdüm. Ən maksimum saatı mən yazmışdım bu il ki, vakansiyalardan 25 saat ən çox saat idi. Amma təəssüf ki, məktəbdə maddi texniki bazı olmadığından 12 saata düşdüm. İndi məktəbin dediyinə görə saatımı artıracaqlar. Hələ ki gözləyirəm. Gələn il inşallah. Miqə hazırlaşanlara da, sertifikasiya hazırlaşanlara da, necə deyirlər, türklər demiş pes etməsinlər. Olur bəzən adam elə olur ki, ruhdan düşür, nətər deyib, oxumaq istəmir, o qədər həvəsdən düşdüyüm olub ki, inanırsınız müəllimə, o həvəsdən düşdüyüm vaxtlarda elə bir siz təkan verirdiniz. Başlayırdınız qrupda yazmağa ki, həvəsdən düşməyin, belə olacaq, yaxşı olacaq. O vaxtlar elə bir dirçəlirdim, başlayırdım. Motivasiya edici sözlər göndərirdim, hə? Sağ ol, sizin sözlərinizdən olmaz. Deməyin də. Hə. Heç nə. İnşallah bu il istəyənlər də uğur qazanarlar, yaxşı bal toplarlar. Amin. Bu il yenə sizin müdavimlərinizdən inşallah ən yüksək ballar sizdən çıxar. İnşallah. Amin deyirik. Amin deyirik. Bu ildə həqiqətən belə deyim, həm yenə ağır bir il bizi gözləyir. Çünki sertifikasiya ilk ilimiz olacaq da müəllimlərimiz sertifikasiyaya gedir.
Qrupda çoxlu Bəli. sertifikasiya müəllimlərimiz qoşulanlar oktyabrın noyabra həddindən çoxlu sertifikasiya müəllimlərim. İndi həm onların məsuliyyətini öz üzərimə götürmək, yəni yenidən düzü bu il çox çətin bir ildən çıxmışıq. Hələ indi mən özüm də toparlanıram. İmtahanın Hə. gözə nəzərə gəldik. Bir müddət xəstələndim, nasaz oldum, bilirsiniz, icmallara belə oldum. Gecə gündüz yuxusuzluq asan deyil həqiqətən. Ola bilər kimsə ödəniş alır, deyir ki, ödənişini qıraqdan müdavim deyə bilər ki, bu təlimçi ödənişini alır, keçir. Biri var ödənişini alır, belə necə gəldi dərs keçmək, biri var dərslərə can yandırmaq. Özünüz indi deməyə ehtiyac yoxdur, hər şeyi görürdünüz. Ona görə yenidən bu ildə bizi bir ağır il gözləyir. Onun məsuliyyəti var üzərimdə, nə yalan deyim. Amma inanıram ki, MİQ-də bunları bacarmışıqsa, inanıram ki, bu il yenə də MİQ-də də, sertifikasiyada da inşallah yüksək nəticələr. İnşallah. İnşallah bu il daha yüksək nəticələrimiz gəlir. Amin. Amin. Necə zərf